10 il öncə açıq üsulla, yəni flebektomiya dediyimiz damar əməliyyatı olunubdur və bundan sonra təkrarlanma baş vermişdir. Bura baxsaq, çox kiçik bir güdül hissə var, balaca bir güdüldür. Yəni təxminən 1 sm-lik, 1.2 sm-lik maksimum bir damardır və həmin güdülün hesabına təkrarlanmalar baş vermişdir və burada tromboflebit olmuşdur. Eyni bir vəziyyət daha əvvəl sağ həyatda da olmuşdur. Sağ həyatda da 10 il bundan qabaq açıq əməliyyat olunubdur. 1 il öncə biz bunu lazerlə əməliyyat etmişdik və bu problem tam olaraq xilas olunubdur. İndi isə həmin vaxtda pasiyenti tövsiyə etdik ki, solu da edək, pasiyent gözləməyə mövqeyini seçdi. Çox kiçik güdül hissə ki var, residiv varikoz deyirik. Onu da lazerlə ideal şəkildə aradan qaldıra bilmişik. Əməliyyatdan 10 gün keçir, pasiyent rahatdır və burada bəzi sahələrdə göyərmələrimiz görə bilirik 10 gün üçün. Bunlar adi bir hallardır, müvəqqətidir. Lazer əməliyyatının ən böyük üstünlüklərindən biri də ya pasiyent damar cürabı ümumiyyətlə əməliyyatdan sonra geyinmir, geyinirsə də qısa bir müddət. Əksər hallarda 1 həftə 10 gün tam kifayət edir.